Ədəbiyyata daldıq, vətən ağrıdı içimizdə. Vətənə daldıq, ədəbiyyat. Nə yaxşı şair ola bildik, nə düzgün savaşçı. Bir yanımız duyğu bulağı, bir yanımız tam susuz qovraqlıq. Bir qarışqanı səhvilə ayaqlayınca keçdi içimiz. Bir qanlı savaş meydanı arzuladıq, torpaqlarımızı savuranı savurmaq üçün göylərə. Nə sevdiyimizi əldə tuta bildik, nə unuta bildik onu. Toprağımızın qoxusu ruh qıdamız, sürgünlük nəsibimiz. Nə düzənli ailəmiz, nə ailəsiz. Sevdi biz sevməyənlər, sevmədi biz sevənlər bizi. Sevdikdə hər şeyimizdən keçdik. Sadəlikdən qaptırdıq təmizliyimizi. Hər kəs yanlış anladı. Sustuq anlatamayınca özümüzü. Ruhumuz asi, cismimiz dustaq, ürəyimiz məftillər caynağında didik. Hər şey yarımçılıq, nə oralı, nə buralı. Qoşduq da yetirəmədik bir türlü. Adam olmarıq ki, gün doğulur, doğuluruq. Sıfırdan başlamağımız gəlir. Boş ver. Bəlkə də yaradanın suçu böyle yaratmış bizi. Salam əziz izləyicilər. Görüş zamanı proqramında xoş gördük sizləri. Bugünkü görüşümüzün qonağı Güney Azərbaycanlı milli fəal, şairə, yazar, Berlin İşıq Yol Azərbaycan Kültür və Ədəbiyyat Cəmiyyətinin qurucusu və rəhbəri Şərifə Cəfəri xanımdır. Salam Şərifə xanım, hər vaxtınız xeyir. Salamlar dəyərli Namıq müəllim, sizi və izləyicilərini hamını salamlayıram ürəkdən. Umud edirəm ki, hər günləri, hər anları gözəl keçsin. Sağ olasınız, məni proqramınıza dəvət edibsiniz və bu fürsəti yaradıbsınız. Təşəkkür edirəm. Mən sizin haqqınızda məlumatlandım. Amma bizi Türksatdan, bütün dünyadan izləyicilərimizin də sizi tanıması üçün az da olsa özünüz haqqınızda məlumat verərdiniz. İzləyicilərimiz sizi gözəl tanıyarlar. Buyurun. Mən Güney Azərbaycan, ancaq Təbrizin yaxınlığında Miyana şəhərində doğulmuşam. Anadan olmuşam, ancaq bir ailədə ki, ədəbiyyat sevirlər, Azərbaycan sevmişlər. Ondan sonra da Zəncan Ədəbiyyat Fakültəsini qazanmışam. Orada gedəndən sonra yavaş-yavaş şeir dünyasında tanınmışam, ədəbiyyat dünyasında tanınmışam. Ancaq ondan öncə də elə öyrənci ikən, yəni oxuduğum zaman, lisə zamanı da məqamlar qazanırdım şeirdə, yazarlıqda. Ancaq öyrəncilik zamanından, tələbəlik zamanından başlandı. Və o zaman da bir şeir kitabımız çıxdı. Mən atamın qızıyam adında birinci şeirlərim o zaman çıxdı. Orada ədəbiyyat fakültəsində elə fərhəngi kültürsel fəaliyyətlər də eləyirdim. Zəncanda yaşayan böyük şairlərlə görüşürdüm, o məclislərdə qatılırdım. Yəni yığınacaqlarda və
Beləsi o zaman dərsim bitəndən sonra o son illərində Zəncanda televizyonunda, radionda çalışmağa başladım. Bir sənə Yaşıl bəli, Yaşıl Yarpaq adında bir ədəbi aşıqlar, şairlərlə görüş idi. Çox gözəl idi. Yəni həqiqətən bir səs saldı. Çünki millət həsrət idi türkü, özəlliklə də o əsl proqramlara. Onu yola saldı. Ancaq nə yazıq ki, İran rejimi hər zamanki kimi türk dili ilə varlığı ilə müxalifət elədiyi üçün onu da əlimdən aldılar. Biraz özümü də əziyyət elədilər. Ondan da sonra daim məcbur qaldım. Yəni Pınar Yayın Evi, Pınar nəşriyyatının mücəvvizini aldım. İranda biraz çətindir. Bu özü məsələ uzun bir saat zaman aparar istəsəm onları danışam. Ancaq çətinliklə o icazəni də aldıq bir yollarla. Birinci dəfədə elə deyə bilərəm ki, Zəncan şəhərində, yəni bu Azərbaycan bölgəsində bizim tərəflərdə elə türkü kitab yayımçılığı mən elədim. Çox işlər. Ondan sonra ikinci kitabım da o ərəfədə çıxdı. Gizlin məhəbbətim, gənə də türkçə şeirlərim. Və elə o arada da başqa antoloji, şeir antolojiyası başqa şairlərlə bərabər çıxardırdıq. Və beləsi də təbii ki, Azərbaycan Türkiyə şairləri ilə istər-istəməz əlaqə saxlayırdım və kitablar da tərcümə eləyirdik. Yəni elə türk dilində, sadəcə Azərbaycan dilində, amma farsı əlifba ilə çevirirdik. Ya da bəzən Türkiyə, türkçəsindən Azərbaycan, bizim türkçəyə. Və beləsi kitablarda fəaliyyət eləyirdik, yığınacaqlar var idi. Sonra ancaq yenə də bilirsiniz ki, əziyyət elədilər, yayın evini bağlamağa başladılar. Mən də məcbur oldum Zəncan şəhərindən Kərəcə gedim. Kərəcdə də yenə bir sürə fəaliyyətdən sonra başladılar qarşımızı almağa, kitab sərgilərimizi toplamağa, ittilata, hər zaman ayda bir neçə dəfə ittilata daşımağa. Onun üçün bu dəfə də məcbur oldum Kərəci boşlayam, Tehrana köçəm. Və Tehranda çox fars biraz o mərkəzli sayılırdı. Orada da çox işlər gördük. Çox işlər gördük, amma orada da gənə bir ildən sonra ayıqdılar ki, qarşımıza almağa. Amma rəhmətli Söhrab Tahirin şeirləri ilə ki, mücəvvizini almışdım, hətta icazəli idi. Və Bütürcavad Heyətinin kitabını, Türklərin Tarix adında kitabını bəhanə elədilər. Hətta icazəli olduğu halda və dahi bizim beynəlxalq sərgisinə icazə vermədilər, gedək. İş yerimi bağladılar, özümü məhkəməyə çağırdılar, təhdilər və çox-çox müsibətlər ki, dediyim kimi istəsəm anladan, əllə biz babalar demişən daş çatlar. Nəysə, oradan da məcbur oldum, artıq gördüm məni həbsə atmaq. Atacaqlar, avukatımla da məşvərət eləyəndən sonra İrandan məcbur çıxdım, balaca qızım da yanımdaydı. Gəldim Türkiyəyə, Türkiyədə də gənə bir il qalandan sonra gəldim buraya, Berlinə və Berlində də gənə fəaliyyətlərimi başladım. Əlbəttə Türkiyədə də elə Günaz TV ilə adla işləyirdim. Gəldim burada baxdım, gördüm, yeri boşdur, İşıq Yol, yəni Azərbaycan Kültür Ədəbiyyat Dərnəyini də burada cəmiyyətini qurduq. Beləsi də əldən gəldiyi qədər diaspora, Azərbaycan diasporası ilə başardıqca çalışmağa başladım və Azərbaycan-Almaniya Alyansı cəmiyyəti ilə. Yəni beləsi bəlkə bir gənə də bir fəaliyyətlərimizin davamını apara bilər. İndi də elə beləsi davam edir, gedir. Düşünürəm ki, şeirlərimi toplayıram. Artıq Azərbaycanda da bir kitablarımı çıxardım, şeir toplusu və bir roman hazırlayıram onları. Yəni elə beləsi bugün də sizin burada proqramınızdayım. Nə gözəl. Az da olsa məlumat verdiniz, amma veriliş əsnasında davamı gələcək inşallah. Şərifə xanım, deməli Zəncan Universitetində həm ədəbi fəaliyyətiniz, həm də tələbə dərnəklərində həyatınıza necə təsir göstərir? O zaman dediyim kimi, yəni bir insan getdikcə gəlişir, bir mərhələdən geçsən ikinci mərhələyə. O zaman lisə zamanı idi, 12-yə qədər. Ondan sonra ki, universitəni qazandım, getdim Zəncan şəhərinə. Təbiətən Zəncan şəhəri bu ustandır, Miyanadan daha böyükdür. Orada dərnəklər, cəmiyyətlər var idi, onlarla tanışmaq,
böyük şairlərlə tanışmaq, Hüseyn Cəfəri hər zaman elə çox yaxından tanıyırdıq və başqa şairləri, rəhmətli Abbas Babayı, Zəncanın çox dəyərli şairi idi. Və elə o Hüseyn Münzəvi ki, farsı yazırdı, amma İranın qəzəlinin pələngi, yəni qaflanına deyim, məşhur idi. İranın qəzəlini Sultanı Qəzəl deyərdilər ləqəbi. Türk şeirlərdə vardı Duman adında. Ancaq belə bir şairlər ki, təəssüflə, çünki türk idilər, onların olduğu gərəkən yerdə olacaqlarını hökumət izin vermədi. Və orada mənim təbii ki, həyatıma təsir elədi. Bir tərəfdən ədəbi fəaliyyət edirəm, bir tərəfdən universitetdə də yenə də mədəniyyətimizi qururam. Hətta universitet zamanında yenə bir cəmiyyət yola saldım, şeir günləri yola saldıq. Və rəhmətli həyat yoldaşımla elə bərabər, o da şair idi. Cilandı, yəni ancaq farsı yazırdı şeirlərini, cilək yazırdı. Hətta Heydər Babanı da elə cilək dilinə çevirmişdi. Şeir o qafiyəsi ilə, nəzmi ilə çox gözəl. Və beləsi fəaliyyət eləyirdim. Onun yanında təbii ki, mənim həyatımda çox məni gəlişdirdi, məni daha da elə motivə elədi, daha da eləyə bildim. Hədəfimdə elə subatım çoxalsın. Maşallah. Allah rəhmət eləsin. Başınıza da məkanı cənnət olsun. Varım. Deməli, Yaşıl Yarpaq proqramının uğurlu olmasına baxmayaraq, Zəncar radio və televizyonundan ayrılmanızın əsas səbəbi nə idi? Və bu hadisə sizi ruhən necə təsirləndirdi? Əlbəttə ki. Dediyim kimi, biz fəaliyyət eləyirdik. İran rejimi rəsmən əl də qoyub, yəni işimizin üstünü bağlamasaydı da çətinliklər çəkirdik. Hələ o zamanki, yəni başlamamışdım mən nəşriyyatçılığa. Ondan öncə elə özləri üçün mənim yazılarım tanıyırdılar universitetdən. Bizim bir ustadımız xəbər vermişdi ki, burada bir yetənəkli bizim bir öğrencimiz vardı. Lütfən bundan faydalanın, çox gözəl yazır filan. Bunlar məni dəvət elədi və getdim. Öncə radioda yazarlıq elədim. Həmən dedilər, çox gözəl yaradıcılıq qabiliyyətim vardı. Onun üçün televizyonda eləyə bilərsən, bir layihə verəsən və özün bu işi görəsən ki, mən rejissorluq elədim o arada. Həm özüm yazdım, həm layihəni və Yaşıl Yarpaq həqiqətən Zəncan bəlkə tarixində o zamanda ki, bizim dilimiz yasağı idi, elə bir insanların o həsrətinə su səpdi, ürəyinə su səpmişdi. Gündən nə məktublar gəlirdi ki, siz Allah bunun vaxtını çoxaldın, bunu canlı eləyin və millət üçün həqiqi ana dilində, çünki bilirsiniz, Zəncan televizyonda, radioda olan zaman mənim özümə bir kağız göndərdilər ki, siz bu proqramları düzəldirsiniz, sanki Bakı dilinə oxşuyur. Siz belə yazacaqsınız ki, 60% farsça olsun, 40% türkçə olsun. Ki, mən orada yazarlıqdan çıxdım. Dedim, mən necə yazdım ki, 40-ca? O zaman heç o hissiyatım aradan gedir. O yazarlıq qabiliyyətimi qarışdırır. Mən istəyirəm yazam, əsl kəlmələrlə yazıram. Onun üçün orada mən yazarlığı buraxdım və özüm rejissorluğa başladım. Deməliyəm ki, çox təsir elədi. Hətta hər kəsdən, gənclərdən soruşsaz bugün deyərlər Yaşıl Yarpaq. Və bir qiyamət saldı. Aşıqların gedirdik, ekipi götürürdüm, gedirdik. Gözəl yerləri vardı. Bura Azərbaycan bölgəsidir. Aşıqlar təbiətdə gedirdilər, çalırdılar, oxuyurdular, şairlər şeirin oxuyurdu. Bir, yəni görülməmiş bir proqram oldu. Onun üçün az zamanda məni çağırdılar. Bir bəhanələrlə, hər gün bir bəhanə. Bir gün də şairlərimizin biri, cavan şairlərin biri rəhmətli Həkimə Bulurinin adını çəkdi. Həkimə Buluri bilirsiniz var, Həkimə Buluri deyirsiniz. Bakıya peşəvəri zamanı üçün Demokrat Firqəsinin o zaman müəllimələrindən idi, mübarizlərindən idi. Məcbur oldu, Bakıya getdi və İran'a çıxdı. O İsalətdən Zəncan şəhərindəndir. Yəni Zəncanlıdır, müəllimi idi. Orada milli hökumət zamanı
yazardı, şairdir, gözəl şeirləri var. Elə Təbriz ki, Cavid Təbrizli oxuyub onun şeiridir. Hətta mənim onun necə əlinə keçib Cavid Təbrizin xatirəsini qulaq asmışam, çox nisçillidir. Yenə baş qoyaram dizinə Təbriz ki, o şeiri yazıbdı. Rəhmətliyim bir adı getməklə bunların əlinə bəhanə gəldi. Bir an bağladılar, arşivi sildilər, məni çağırdılar ittilata, sonra hər gün soruşturma açdılar ki, sən niyə burada bir Həkimə Blurin adını keçirdibsən. Yəni bir demokratçının burada adı keçibdi. Hətta bilmirdilər də. Bəzən deyirdilər sən onu proqrama gətiribsən. Dedim Allah rəhmət eləsin, o burada dəyərdi gətirən. Yəni bu qədər əziyyətlər və oradan daim məni çıxartdılar. 1-2 ay ondan sonra ki getdim orada tanıdıqlarımla və çox çətinliklərlə icazə verdilər, içəriyə keçdim. Dedim arşivdən mən işlədiyim proqramları mənə lütfən verin də, özümdə də olsun. Bütün arşivdən silmişdilər. Yəni bir dənə proqram qoymamışdılar qala. Ki biz çox ən azı bir deyə bilərəm 30-40 şairin həyatını orada biz göstərmişdik. Proqramımız var idi və hətta özümün bir şeirim var idi senaryo şəkildə. Şeirlə senaryo onu bir başqa bir rejissor bütçətdə getdik onu da çəkdik. Elə onun o senaryonun orada danışanı mən özüm oldum. Onu belə silmişdilər nə yazıq ki. Çox sıxı və bizlərə qarşı çox çətin siyasət aparırdılar maalesef. Və beləsi o proqram əlimdən gedəndən sonra biraz qaldım. Sonra baxdım mənə başqa yerdə iş də vermirlər. Beləliklə düşündüm ki, artıq nəşriyyatçı ola bilərəm. Biraz əl tapmaqla, biraz rişvət verməklə ta eləyə bildim bu icazəni alan başlayam. Kitab yayıncılığına ki, çox gözəl gedirdi. Gənə də bir inqilab yaranmışdı Zəncan şəhərində. Zəncan əsl türk şəhəridir, amma orada çox asimilə siyasətləri getmişdi. Çalışmışdılar Farsların öğrenciləri çəkələr Zəncan şəhərinə və milləti asimilə eləyərlər, daha çox Farsları. Və əlbəttə ki, eləyə bilməlidirlər. İndi Zəncan çox daha güclü və çox Azərbaycançı bir xalqı vardı hali hazırda. Beləsi bəli, əlimizdən aldılar və mən gəldim ondan sonra kitab yayıncılığına başladım. Nə gözəl. Gözəl deyil əslində, pisdir, amma yayımçılığa başladığınıza görə gözəl. Bəli, bəli. Deməli, yayımladığınız türk dilindəki kitablar səbəbindən təzyiqlərlə qarşılaşmağınızdan sonra nə üçün Terezə və daha sonra Tehrana köçmək qərarına gəldiniz? Bəli. Biz dediyim kimi, yəni yadınızda olsa İranda bir təhqir olundu türk xalqı, Azərbaycan xalqı qəzetədə ki, türkləri pıs-pısıya bənzətmişdilər, hamam böcəyinə və çox həqarətlər eləmişdilər. O zaman bir qiyamət qopdu, yəni və mənim də yayın evim ki, türkü kitablar çap eləyirdi. Gəldilər, bizi mənə də tutuqladılar, apardılar ki, sən eylamiyə veribsən, sənin yayın evində, yəni o nəşriyyatında eylamiyyələr çıxıb ki, Azərbaycan xalqını dəvət edibsən, eşiyə çıxsınlar. Mən də dedim, belə bir şey mümkün deyil, zaten biz hər şeyə diqqət eləyirik və bu hər kəs deyibdir, bəhanədir belə bir şey. Mənə ehtiyac yox, indi hər kəsin evində bir dənə druke var, vurur, çıxadır, eşiyə aparır, yayır. Mən heç gərəkmir burada bir işi görəm. Onun üçün bir gündə saxladılar və əziyyət də elədilər həqiqətən. Ondan da sonra təkrar bir bəhanə Brenda Piferin ki, Azərbaycan türklərinin hüviyyəti haqda Güney Azərbaycanın yazdığı Amerikalı yazar, o xanım. Onun üçün məni təkrar çəkirdilər ittilata. Ondan sonra bizim yayın evinin, yəni nəşriyyatın yanındakı bir tükan var idi, əmlakçılıq eləyirdi. Onları bizə ajan taxmışdılar ki, diqqət eləsinlər, kim gəlir, kim gedir. Və bunlar bu üçünü mən örnək dedim. Yəni düşünün nə qədər əziyyət edirlər. Hey gəlirdilər, bizim bilgisayarları axtarırdılar. Hətta gəldilər ki, mənim özümə məktub verdilər. Sən Babək qalasına gedə bilməzsən. Sən Azərbaycana gedə bilməzsən. Yəni çətin, mən Azərbaycana qadağı idim, Türkiyəyə getməyə qadağı idim, Babək qalasına qadağı idim, toplantı olsaydı, getsəydi qadağı idim və bunlar məktub mənə vermişdilər.
Gəlirdilər, baş çəkirdilər bilgisayarlarınca. Yəni bu qədər əziyyət və ondan sonra da baxdılar, gördülər Zəncanda bir dəyişiklik oldu. Yəni həqiqətən bunu deyirəm. Birinci türk kitablar, farsı kitabların yanında birinci rəsmi şəkildə ki, orada o icazətimizdə yazıbdır ki, farsı kitabların və türkü kitabların yayıncısı. Belə bir şey yox idi. Onun için bir şey də yəni eləyə bilmirdilər qabağımıza ala-ala və mən türk kitablarda, fars kitablarının yanında yayırdım, sərgilər qoyurdum, sərgilərə götürürdüm. Beləsi artıq gördüm hər gün əziyyət eləyirlər, başqa yolumuz qalmadı, durduq köçümüzü, çatdıq Kərəc şəhərinə. Kərəc şəhərində öncə kitablar başladım, çox gözəl kitablar və başqa yayıncılarla da bərabər biz kitablar çıxartdıq. Onlar ki, əziyyət olunmurdu, məsələn, uşaq kitabları çıxadırdı, onlarla bərabər birdən bir kitab çıxartdıq. Mənim türkcə, ingiliscə sözlüyüm. Yəni, bir kitab idi ki, həm şəkilli idi, həm rəngli idi, həm türkcə, ingiliscə, Türkiyə türkcəsicə və latincə və farsca sözlü idi uşaqlar üçün. Bundan 10.000 dənə kitab yayıldı birdən İranda və bunlar bunu da təhdid gördü. Hər gün yenə təkrar əziyyət, bir gün gəlirdi Səməd Vurğunun kitabını ver bizə, deyirdim yoxumdur. Beləsi ajan şəkillərində sərgidən gəldilər, bir gün kitablarımı yığdılar, bir gün üstani sərgilər olurdu, biz də qatırlardıq qanunən, gəlirdilər, birdən qoymurdular, mən hər şeyi hazırlamaq. Özümü bir apardılar, gənə saxladılar, gənə rəhmətli həyat yoldaşımla bərabər bizi çəkdilər, apardılar və daha artıq hayatıma da çətinliklər saldılar, çox ixtilaf saldılar, əziyyət saldılar, yəni o sıxıntılar ki, bunlar yaradırdı. Ondan sonra da mən məcbur oldum təkrar Kərəci də buraxam, köçümü atam Tehrana sarı və Tehranda gənə bir il davam elədi. Onda da o az müddət zamanda çox kitablar yaydıq. Yəni İranın özündə o kitab tedadı ki, mən yayırdım. Oldum birinci, ikinci nəşriyyatçı ki, bizə təqdir verdilər, şərəf ödülləri verirdilər. Məsələn, o ayrı bir sazmanlar. Çünki o qədər fəal idik bu fəaliyyətimizə görə və artıq orada da Tehran sərgisindən gəldilər, kitablarımızı yığışdırdılar, özümüzü qoymadılar. Yəni fələc elədilər və ondan sonra da bir anda gördüm, bir məktub gəldi ki, siz sizə öncədən ixtariyə göndərmişdik, siz yox olmuşdunuz, onun üçün bir dəfəlik artıq bağlamalısınız nəşriyyat. Ki, o məhz bir yalan bir şeydi, oyun idi və mən getdim, dedilər 6 ay siz askıya alınıbdı. Ondan sonra siz 6 aydan sonra bəlkə fəaliyyətə başlayacaqsınız. Öncə məhkəmə filan qurulacaq. Demə, bunlar hamısı yalandı. Məni 8 ay dolandırandan sonra vəkil getdi. Baxdı, gördü, elə özləri qruplar, özləri də tamamilə mənim iş icazəmi iptal eləyiblər. Və beləsi mən 8 ay qaçırdım o şəhərə, Təbrizə gəh deyirlər, Təbriz olubdu. Təbrizə gedirdim, hiqarət eləyirdilər. Təbrizin İrşad İdarəsinin reisi mənim danışmağıma üçün mənə hiqarət elədi. Mənə yaman dedi ki, sən niyə Bakı ləhcəsində danışsan? Məsələn, Miyanalılar deməzlər deyil, deyərlər döyür, məsələ. Yəni, heç bir bəhanələr və beləsi əziyyət elədilər ki, tamamilə mən yorulam, tamamilə üçün kitablarla, yazarlarla hər kəs kitab gətirmişdim. Mən bir sözləşmə bağlamışdım. 3-dən 1-in pulları da almışdım. İşlər gedirdi, 400 ünvan kitab hazırlanırdı. Onların hamısının pullarını qaytarmaq zorundaydım. Düşünün nə qədər çətin və kitablar əlimdə qalıb, tutublar, bağlayıblar işimi. Bu şəraitdə artıq 170 ünvan da elə kitab qaldı idarədə, yəni o İrşad İdarəsində ki, oxuyarlar, sonra təyid eləyər. Bir il çəkirdi bəzən təyid eləyərlər. Bu kitabı yaya bilərsən, ya yox. Bu kitabı bunları götürəcəksən, bunları islah eləyəcəksən. Özəlliklə də türk kitablar. Əlbəttə, farslarda da kontrol var idi, amma az. Amma bizimki belə hər şey zərrəbinin altında idi. Nəhayət, baxdım, gördüm, mənə bir hökm verdilər ki, Azərbaycan ajanı, Türkiyə ajanı, nə bilim, pan-türkiz, ölkə bölən, bölücü və filan ittihamlar. Artıq vəkilimiz də dedi ki, Şərifə xanım, bunun daha sən 3 il ən azı əlan getsən, həbsə göndərəcəklər. Biz də baxdıq, hökm gəlir, 2 dəfə, 3 dəfə məhkəməyə getdim.
hökm gələcək deyə məcbur oldum. Yəni bir neçə ay Tehranın başqa məntəqələrində, bölgələrində yaşadım ki, tapa bilməsinlər və ondan sonra da Türkiyəyə gəldim. Beləsi Türkiyədə də bir il qalandan sonra gəldim buraya. Yəni bunlar özləri də bir prosadır, Namıq müəllim. Yəni sizə anlatam nələr çəkmişəm mən, nə hiqarətlər olurdu, bir kitaba icazə alırdım. Ramiz Roşənin kitabının üstündə mən nə qədər mənə ihanət elədilər. Və ya Düzdür Cavad heyətin, ya başqa şairlərin, ya başqa şeir kitablarının, bunların hamısı hərəsi bir dənə kitabdır ki, bizləri nə qədər əziyyət edirlər və biz nə qədər dayanmışdıq, mücadilə eləyirdik. Yəni bir ildən sonra, 2 ildən sonra bir kitabın ki, icazəsini alırdıq, yaya bilərik, sanki bir dənə bizim üçün böyük bir ittifaq düşürdü, böyük bir qələbə qazanırdıq. Yəni düşünün və beləsi bu vəziyyətdə bəli, mən məcbur oldum artıq uşağımı da götürəm. Oradan çıxan ki, zindana düşməyim. Yəni zindana salacaqdılar. Artıq vəkilim dedi 3 il həbs vardı, cəzası var və mən də məcbur oldum. O hökmlər əlimdə. Eləsi çıxdım gəldim. Nə bilim, pantürkizm və cəsusluq kimi əsassız ittihamlarla qarşılaşdığınızda bu ədalətsizliyin səbəbini nədə görürsünüz? Sadəcə bizim ana dilimizə biz çalışırıq. Biz ana dilimiz həsrət çəkirdik. Bizim bir dənə ana dilimizdə düzgün kitab çıxsın ki, bunlar onun deyərlər o bağırsaqlarına eşiyə tökməsinlər. Bu qismətin götürün, bu qismətin götürün, bu Azərbaycanı burada övübsən, burada nə deyibsən, yəni Səttarxanın adı gəlməsin, nə bilim, məsələn Səttarxanın adının yasaqlığı yox idi, amma Səttarxan Azərbaycan qəhrəmanı məsələn deyə bilməz. Ya belə bir şeylər və biz həsrət çəkirdik, biz dilimizdə kitablarımız olsun. Həsrət çəkirdik, öz dilimizdə tariximiz olsun. Sadəcə hələ bizim kitablarımız tarix və ədəbiyyat mövzuları idi. Yəni başqa mövzularda biz kitab çıxada bilmirdik, izin vermirdilər. Amma mən bir işdə ki görmüşdüm Namıq müəllim, kitablara izin almışdım. Yəni Ramiz Roşənin kitabları və başqa şairlərin kitabları ki, deyək, o taydanırdı və yavaş-yavaş bizim tərəfdən də kitabın bir tərəfində farsça, yəni ərəb əlifbasıca şeirlər yazılırdı. O bir tərəfində də latincə, Azərbaycan latincəsi. Nə üçün? Bizim uşaqlar oxusun, öyrəşsin deyə. Çünki yasaq idi, latin yasaq idi. Bu da bir siyasət idi. Və bir də ki, kitabları mən sərgilər qoydum özümdən. Kərəcdə olan zaman Tehranın bütün o şəhərlərin dövrəsi çoxu türkdülər. Yəni genəldə baxsan 80% türklərdilər. Parçalarda belə açıq sərgilər açdım, çadırlar qurdum. Bir tərəfə farsça kitablar, bir tərəfə türk kitablar qoydum ki, bu əslən olmamışdı. Çünki hətta Şəhriyarın belə kitabına Süleyman Rüstəmə yazdığı şeirə görə yasaq qoyurdular, sərgilərə çox qoymayaq. Mən bu işi gördüm, çünki idarədə olan türklərlə, bu məsullarla görüşürdüm, onlara iqna edirdim. Onlar da icazəni verirdilər və sonra gəlirdilər, yığışdırırdılar. Amma yenə də bu işləri görürdüm. Bunlar gördülər ki, beləsi olmayacaqdır, millət oyanır, bağladılar. Amma təbii ki, biz bu işləri görəndə eşqlə görürdük. Bu işlər çoğu, nə bilim, indi siz dediniz, biz bu işləri görürük varlığımız üçün. İş ünvanında deyil, ləzzəti heçdən pulu düşünmürdün, heç gəliri düşünmürdün. Sadəcə mən kiramı verə bilim, sadəcə geçinə bilim və bir kitab çıxadım ki, ana dilimdə kitab olsun. Bu qədər uzun bir hekayədir. Bizim bilirsiniz ki, uşaqlarımıza belə öz adı, istədiyimiz adı verə bilmirdik. Məkanlarımıza istədiyimiz adı verə bilmirik. Bizim bütün məkanlarımızın adını dəyişiblər. İranın boya başında o qədimki nəqşələrdə baxsanız, adlar türküdür. Hətta tam o Fars bölgələrində geçsəz o qədim adlar, məsələn, birdən o mağaraların adlarını dəyişə bilməyiblər. Ya da önəmsəməyiblər, elə türkü qalıb. Və bunların hamısı, bu assimilasiya siyasəti, bizi bizdən uzaqlaşdırmaq, farslaşdırmaq siyasəti ki, nə yazıq ki, Namıq müəllim, bizim millətdən özlərinə millət yaratdılar və bunu başardılar. Yəni indi deyə bilirik, o 10% fars, bəlkə 25%-sa, o 15%-i millətimizdən millət elədilər özlərini.
Və bu bəzən görürsünüz Azərbaycanlılardan vardı, tamam atası türk, anası türk və özün tamamilə xalis fars bilir. Bunlar bu assimilə siyasətinin nəticələridir. Biz bunları bilirdik, biz bunlara yanırdıq və bunlarla yavaş-yavaş az da olsa o iynə ucu ilə quyu qazmağa başlamışdıq. Ki indi Allah'a şükür, mən içim rahatdır, baxıram, görürəm, sel kimin artıq millət oyanıbdır, da heç gərək yoxdur. Onun için biz dediyim kimi o zaman sadəcə varlığımızı qoruyaq, dilimizi diri saxlayaq, hədəfimiz buydu və onun üçün çalışırdıq. Şərifə xanım, bax, siz deyirsiniz, mənim o 2020-ci ildə olan hadisələr yadıma düşür. Deməli, baxıram, İranın televiziyalarında, İranın dedikdə Cənubi Azərbaycan televiziyaları bizə qarşı elə haqsızcasına sözlər danışır oradakı o qızlar, yəni aparıcılar. Yəni, mən özüm bir Azərbaycanlı olaraq boğuluram ki, axı sənin qanın necə Azərbaycanlıdır? Ay bədbaxt, sən necə kimisə ittiham edə bilirsən? Axı sən köləsən orada. Səni qaldırmaq istəyir bu Cənubi Azərbaycandakı olan o fəallar. Sən oyanmırsansa deməli, bax, sənə görə bu fəalların hamısı çıxıb gedirlər ölkədən. Sənə görə ölkədən gedirlər, sənə görə tutulurlar. Sənin kimlər öz şərəfini, mənəviyyatını satırlar, amma sizin kimlər, yəni şükürlər olsun Allah, mən sizin kimlərlə həqiqətən fəxr edirəm. Sizin kimlərin saylarını hatıra da bilərəm. Salih müəllim də var, Eliyar müəllim də var, hələ tanıdığım şəxslər deyirəm, Şərifə xanım. Yəni, nə qədər vuruşmusunuz, onlar tutulublar, amma yenə də əl çəkmirlər. Demək ki, hələ də var belə insanlar bəlkə orada. İnşallah onlar da bir zaman nələrsə edəcəklər. Amma belə bir şey deyim, Şərifə xanım. Bugün bizim ürəyimiz yanır. Bilirsiniz niyə? Bugün o Farsın o zamanki dövrdə elədiyi o hansı ki nüvə silahından tutmuş, hansı ki silah sürsat zavodlarının hamısını gətirib Cənubi Azərbaycanda açmağı elə bir ki bugünü görürdülər. Və bugün türklərin məhv edilməsi üçün orada açdılar ki, hər hansı bir dövlət oranı qoyub vursun, türklər azalsın, Azərbaycan türkləri azalsın. Bugün bax, bugün bizim içimiz ona görə yanır. Biz ona hisslənirik. Biz ona görə, mən şəxsən bir vətənpərvər olaraq canım yanır. Amma neynəmək olar? Bunun günahkarı deyək ki, İsraildir, Amerikadır. Amma bunun ən böyük səbəbkarının birincisi İrandır. Düzdürmü? Razılaşırsınız? Evet. İnanıq müəllim, mən eləcə bu mövzular o qədər çoxdur ki, deyərlər dərd çoxdur, vaxt yoxdur. Biz baxarsaq, İran coğrafiyası olsun, yəni bölünməmiş Azərbaycan o zaman olsun, bir coğrafiyadır ki, hətta cəsarətlə deyirəm, Türkiyə torpaqlarından daha əski və daha milli və daha öz. Onun üçün dünyada siyasətçilər elə plan tökdülər ki, o coğrafiyaya bir bölücülük salsınlar, onu özündən uzaqlaşdırsınlar və o güc, o türk gücü orada aradan geçsin. Bilirsiniz ki, artıq Azərbaycanı ayırdılar. Sonra Qacarı götürdülər elə İngilis əliylə, sonra Pəhləvini gətirdilər. Sonra baxdılar, o Pəhləvinin oğlunu gətirdilər və beləsi və ondan sonra baxdılar yenə də bu arada hər zaman İranda fürsət yaranıb, millətçilər oyanıbdır. Yəni türklər oyanıb. Məsələn, rəhmətli Bulut Qaraçurlu, Əli Rıza Təbrizli və bunlar örnəkdirlər, çoxları var. Yəni bunlar canları ilə mücadilə ediblər. Fərzanə, Büdür Heyət, Profesor Zehtabi və bunlardan sonra baxdılar İran coğrafiyasına təkrar dönəm dönür, qayıdır. O türkçülük və bu coğrafiyanı əksəriyyət əlinə alacaqdı. Xumeynini gətirdilər, insanların inancı ilə və nə etdilər? İran-Əraq savaşını, oyununu, planını tökdülər. Və beləsi bizləri hələ də oyaladılar. Bu xarici siyasət. Amma iç siyasətdə də onun yanında bir nifrət yaratdılar Azərbaycan qarşı. Bizlərə qarşı, üzdə biz deyirik, üzdə Quzey Azərbaycandır ki, millətə deyirdilər, onlar Allahsızdır, onlar ateistdir,
Onlar bu millət gənə inancılı var, ha xəbəri də yoxdur ki, irtibat azdır və onlardan çox pis bir millət insanların zehninə çalışırdılar verələ və Türkiyəni. Bunu kim eləyirdi? İran rejimi, İran İslam Cumhuriyyət rejimi və ondan öncəki şah zamanı başlanıb. Onların hamısının prosesi var. Hardan İran şəhəri cəmiyyəti qurulmuşdu şah zamanı və elə həmin İran şəhəri cəmiyyəti Mahmud Əfşarın cəmiyyəti bu gün də İranda işləyir. Və arxadan nə yazıq ki, Namiq müəllim, nə yazıq ki, böyük bir Azərbaycana qarşı millət içində, fasların içində, hətta dediyim kimi bizlərdən özlərinə millət düzəltdiklərinin içində bir Azərbaycana qarşı bir göz, yəni bir hiss yaratdılar, bir nifrət yaratdılar. Bunlar hazırdılar, hər şəraitə ölsələr də Türkiyə ilə Azərbaycanın başına bir şey gəlsin. Və nə yazıq ki, mən bunu nə yazıq ki, həmişə ürəyimdə dərddir, Türkiyə xalqı, Türkiyə siyasəti bunu başa düşmür. Və Azərbaycanı suçluyurlar ki, nədən məsələn İsrailə sadı vardı, onun qarşısında durmur. Bizim işimiz yox, İsrail pisdir, İsrail nədir bilirik, hamı görür. Amma mənim xalqımın bu gün xeyrinə illər bəydə həmin Fars, Ermənidən də pisdir həmin Fars. Bizim əleyhimizə, biz nə çəkmişik? Bunu Türk milləti bilmir, Türk siyasəti bilmir. Bu başqa bir məsələdir, daha heç ora geçmirəm. Və bu siz deyirsiniz ki, o xanım orada elə danışır, xanımın beyni yuyulubdur, manqurtlaşıbdır və ona çox manqurtlaşıblar və onun için nə qədər büdcələr, nə qədər pullar xərclənibdir, nə qədər planlar tökülübdür. Bizi təhqir eləmə bir zaman, aşağılama, özümüzdən uzaqlaşdırma və çox-çox planlar tökülüb, indi o duruma gəlibdir. Amma baxın, əgər ayrı bir xalq olsaydı, elə paslar özü olsaydı, iyi tozu qalmamışdı, tamamilə asimilə olmuşdular. Amma biz Türk xalqı külümüzdən doğduq. Yəni biz Türk xalqı bu qədər əziyyət, bu qədər təhqir, bu qədər... Mənim özümün uşaqlıqda mədrəsədə uşaqkən ana dilində danışmışam, öyle getmişəm mədrəsəyə, qarıxırdım, farsı kələmələr deyir, türkü kələmələr deyirdim, farsı gərək danışırdıq məcburiyyətə. O qədər kötək yemişəm ki, hər bir kələmə qarıxsaydım, türkü danışsaydım, gərək məcburiydıq. Yəni bunların hamısı böyük bir macəradır, bunların hamısı böyük bir dərddir və bunlara qarşı gənə rəğmən Namiq müəllim, siz onları boş verin. Ona sevinin ki, o xalq dayandı, o xalq direndi, o xalq həqiqətini qorudu. Profesör Zehtabilərə mədyunuq biz. Cavad heyətlərə mədyunuq biz. Əli Təbrizilərə mədyunuq biz. Onlar o zaman Şəhriyara mədyunuq biz. Və beləsi minlər tay ona böyük insanlarımıza mədyunuq və ondan sonra da biz o yolu getdik. Biz başlayan zamanda çətin idi. Mən həyatımı verdim. Mənim evim, eşiyim, hər şeyim var idi. Gözəl də yaşayırdım. Amma bu eşq üçün həyatımı verdim, qürbətlərə düşdüm tək başıma və heç də peşman olmadım. Çinlələr çəkdim elə o yayın evinin üstündə. Düşünün, yəni uzun bir və mən heç peşman deyirəm və minlər mənə tay peşman deyil. Amma bu gün dirənmişik, bu gün artıq oyanış var, bu gün içəridə güc vardı, heç siz darıxmayın. Əlbəttə yenə də əgər zamanımız olsaydı daha çox oyanış olacaqdı, amma elə buraya qədər də millət oyanıbla çox şükür və sevinirik ki, yanımızda Azərbaycan var, yanımızda Türkiyə vardır. Maşallah. Və həmişə də Azərbaycan dəfələrlə deyir ki, Farsa, ay insan, ay, yəni özünə müsəlman deyən insan, Quran oxuyursan, mən sənə deyirəm ki, sənin torpağında gözüm yoxdur. Dəfələrlə Hikmət Hacıyev prezidentin sözlərini çatdırır. Yəni, qorxmayın, mən heç vaxt heç bir şey eləməyi düşünmürəm. Mən sənlə dost kimi yaşamaq istəyirəm. Sən mənlə əlaqəni boş-boşuna kəsirsən. Sən durub 2020-ci ildə müharibədə əskərlərimin qabağını kəsirsən. Ondan öncə nələr eləyirsən? 2001-ci ildə təyyarə, baxmışsınız yəqin ki o videona. Təyyarəni çıxardıb bizə hədə qorxu gəlirsən. Amma indi deyirsən ki, Azərbaycan, Türkiyə mənə niyə dəstək vermir? Biz dəstək veririk. İkinizə də deyirik ki, etməyin, eləməyin, müharibə olmaz. Bu candır. Orada uşaq canı var, orada qadın canı var. Əskərlə əskər savaşırsa, gedin hansısa məsələ deyək də, bir əskər savaşı olan yerdə, səngərdə savaşın.
Sən niyə gətirib bunu orada silah-sursat eləmirsən ki, bizim oradakı o qadınları, uşaqların ölümünə səbəbkar olursan? Ay molla rejimi. Bunu demək lazım. Bəli, Nəysə, bəli, bəli. inşallah ki, onlar da nə vaxtsa qanarlar. Almaniyaya köç etdikdən sonra qurduğunuz işıq yolu dəstəyinin əsas məqsədləri nələrdir? Və bu təşkilat hansı fəaliyyətlərlə yadda qalır? Namıq müəllim, əlbəttə mənim burada biz düşünmürük ki, neyniyək. Yəni hər yerdə bir pəncərə varsa, oradan haqqımızı bağırmaq istəyirik. Bütün hədəfimiz içəridəki insanların səsi olmaq. Çünki içəridə hər an izlənirdik, hər an stres yaşayırdıq, sıxıntılar var idi və belə düşündüm ki, biz indi burada azad ölkədəyik və həttəmən bir iş görməmiz lazım. Bir sıra və elə mədəniyyət yolu ilə bir iş görməmiz lazım. Onun üçün əlbəttə vardırlar, başqa dərnəklər də var, fəaliyyətlər də var, amma biz də bir yandan bir iş görmək istədik və bu işi gördük, çoxlu proqramlar da qoyduq. Olsun ki, çətinliklər var. Hətta bugün belə 4 ildir İran ajanları, maalesef elə Güney Azərbaycandan olan İran ajanları hər bəhanə ilə Alman dövlətinə bizi şikayət edirlər, cəmiyyətə şikayət ediblər. Ancaq biz elə o cür qabaqlarında dayanmışıq, proqramımızı da qoyuruq, işimizi də görürük və hər dəfə də avqatın yanına gedirik, məhkəməyə gedirik və isbatlayırıq, şikəst veririk. Yenə təkrar bir şey tapırlar. Nə bilim, bu dəfə nə maliyyat üçün, bu dəfə bunlar bozqurt tutmuşdular bizim ofisdə uşaqlar, bəlkə bunlar nə bilim terroristlər, faşistlər falan şeylər və gah İran ajanı belə ta qabağımıza alalar və bu şəxslər ki, indi hamıya burada sabit olunubdur. Hamıya sabit olundu. Bu şəxslər ajandılar, İran ajanıydılar. İran ittilatıydılar və vardılar da hələ də. Amma buna rəğmən elə çalışırıq, fəaliyyət edirik. Hədəf də bizim dediyim kimi içəriyə səs olaq. Burada özümüzü yenə Almana, ya bu beynəlxalq, burada çox insanlar var, fərqli ölkələrdən. Onlar bizi tanısın. Türkləri yığaq bir-birimizin dövrəmizə. Çünki biz bir xalqıydıq ki, belə bayrağımıza həsrətik. Biz Azərbaycan bayrağını görəndə ürəyimizdən sanki bir dənə belə bir şey düşürdü içimizə ki, Azərbaycan bayrağını, Azərbaycan adını görürdük. Onun üçün bəlkə də həqiqətən mən bir şeirdə yazmışdım, çəkməyən hardan bilir vətən həsrəti nədir? Bəli, belə bir şeirim vardı həqiqətən, bayraq ləzzəti nədir? Və biz bu bayraq ləzzətini indi burada mən eləyə bilirim, əlimə götürəm, cəmiyyətdə götürəm və mən bundan kef edirdim, mən bundan yaşayırdım. Onun üçün burada bir işlər görə bilər, ancaq təbii ki, çox maneələr, çox çətinliklər də vardı, bilirsiniz, hər yerdə vardı, burada da vardı. Özəlliklə də bir xanım olaraq. Yəni, bilirsiniz ki, artıq iki qat yəni sən əziyyət çəksən, iki qat gərək mücadilə elərsən, iki qat gərək deyələ dərin qalın ola ki, dayana biləsən. Hiqarətlərin, ihanətlərin, qısqancılıqların və qarşısında və özəlliklə də İran rejiminin qarşısında burada da əmniyyət yox, burada da mənə əziyyətlər olundu çox. Amma dediyim kimi burada bizim mənəvi dəyərlərimizi yaşatmaq istəmişik. Başqa toplumlara özümüzü tanıtdırmaq istəmişik və içərinin səsi olmaq amacıyla ədəbiyyatla, kültürünə, şeirinə və onun yanında gündəm durumlarımızı danışmışıq toplantılarımızda. Beləsi, yəni bu amaclara. Nə gözəl. Ədəbi yaradıcılığınız və insan haqları sahəsindəki mübarizəniz arasında hansı bağlılığı görürsünüz? Yazdıqlarınızla mübarizəniz bir-birini necə tamamlayır? Mən Namıq müəllim məhkəmədə Tehranda İnqilab məhkəməsinə məni çağırmışdılar. Belə qazi soruşurdu. Dedim ki, cənab qazi, mən ədəbiyyatçıyam, mən siyasət işi görmürəm ki. Dedi, susqunla danışma, elə sizin ədəbiyyatı siyasətdir də. Bizim, orada mənə qazi bu sözü dedi və həqiqətən də doğru sözü dedi. Bizim elə ədəbiyyatımız siyasətimizdir, çünki biz o rahatçılığımız yoxdur ki, oturaq sadəcə öz keyfimizə yazaq, ürəyimizi boşaldaq və kitablarımız çıxın. Bizim ürəyimizin bir tərəfi yanır. Bir tərəfi yaradır və o yara səbəb olur
yaradıcılığımız da millətimizin, xalqımızın, tariximizin, o hüviyyətimizin ki tapdaq altındadır, onu əks elətdirər. Onun üçün mənim yaradıcılığım, yazılığım genəlliklə də milli varlığımızla bağlıdır. İstər-istəməz. Təbii ki, fərqli yazmışam, eşq şeirləri yazmışam, təbiət şeirləri yazmışam. Yəni nə ilham gəlib. Amma genəlliklə bir yara var ki, o səni istər-istəməz yönümüz bizim bəlli olubdur da. Çəkir o Azərbaycançılığa, çəkir xalqımızın dərdinə, çəkir o zülmlər ki bizə olunubdur, amma xalqımızı xəbərsiz saxlayıblar həqiqətlərdən. Onun üçün bu mənə elə ləzzət verir. Ha yerə çatam, ha yerdə duram, heç önəmi yoxdur. Heç bir amac içində deyil, nə məqam üçün, nə şöhrət üçün. Hər yerdə görsən bir, dediyim kimi, baca vardı ki, haqqımızı danışa biləm. Oradan mən bağırmağa başlaram və elə yaradıcılığım da onunla bağlıdır. Bir dənə şeirim var idi, Namıq müəllim. Ədəbiyyata daldıq. Yəni biz o bir millət olmadıq ki, biz bir nəslik ki, gözümüzü açandan İranda ya savaş oldu, ya təhqir olundu, ya dilimizin kötəyini yedik, ya varlığımızın və savaş və beləsi tanki qaç gəl bura. Onun üçün biz istəyib ədəbiyyata sadəcə fokus eləyə bilmədik ki, ya siyasətə eləyə bilmədik ki, bu yandan Allah verdiyi bir yetənək var, yaradıcılıq istəyirsən, bir tərəfdən də dərdin görünür, sən dünənki danışdığın bir gözəl insanı bir gün həbsə salıblar, uşaqları qalıb, o səni göynədir, eləyə bilmirsən. Yazmışdım, ədəbiyyata daldıq, vətən ağrıdı içimizdə, vətənə daldıq ədəbiyyat. Nə yaxşı şair ola bildik, nə düzgün savaşçı. Belə bir, yəni belə bir uzun bir şeir idi, göndərirəm sizə də videosunu. Həqiqətən odur, amma hər halda bizə ləzzət verir, bizim də ruhumuzu elə rahatlayan bu mübarizədir, bu ədəbiyyatlı mübarizədir ki, deyələ faşist, faşist qazi dedi ki, sən elə sizin elə ədəbiyyatınız da siyasətdir. Bilirsiniz, mən həmişə qorxuram ki, həqiqətən pis olaram. Məndə belə bir şey var da, tez şey var. Mən bir şeir deyəndə ki, Salih bəyin verilişinə baxsanız əgər, mənlə olan bu görüş zamanı proqramında, sonunda o şeiri qoyurdum. Deməli, montaj etdikdə belə pis olurdu. Çox pis. İnanırsınız, necə təsirli idi. Azərbaycan! Qadın gəlsin ürəyimə! Miskinin kədəri qatar qatardır. Gör səni bu qatar haraya aparır. Demirəm kədərin gəmin qurtardır. Bəli, bizim şeirlərimiz də çoxdur, kövrəlisiz, Namıq müəllim. Belə deyir, Azərbaycan deyir, anam oy. Nələr çəkir, yazın anam oy, həqiqətən beləsi, yəni içimizin bir yanı göynüyübdür. Biz uşaqkən elə bizim bağımız var idi da, əkinçilik elərdi. Atam bizi də götürərdi yanında, gedərdik o meyvələrdən döşürmək, toplamaq. Elə oxuyardı, arazı ayırdılar. Qan ilə doyurdular, araz oxuyardı, ha o səs, o bizim qanımıza işləyib, atadan, babadan görür. Onun üçün ruhumuzdakı hər Azərbaycanı fərq eləməz, o tayımız, bu tayımız, bizdə bir ruhumuzda yara vardı. Çünki böyük bir xalq idik və bizi istəmədilər böyük xalq. Nə yazıq ki, 19-cu yüzyildən bəri bizim varlığımızı daşıdılar, gizlətdilər, arşivlərin üstü ki açıldı. Üstün döndülər, bağladılar və bizi sömürgəlik planları tökdülər. O zamandan biz nə yazıq ki, keçmiş babalarımız ayıq olmadı. Yəni Qacar dövləti ayıq olmadı. Yəni özlərinin də problemləri var idi. Ayıq olsaydılar, bugün biz Avropadan daha öndəydik. Və bizim bu qədər zəngin varlığımız var, bu qədər mədəniyyətimiz var. Hansı türk bir qarışqanı ayaqlayanda yəni qayğısız keçə bilir ki? Biz neynəmişik? Güney Azərbaycanda illərdir bizi əziyyət edir. Bir dənə əsləhə götürüb, bir dənə faşistə belə sıxmamışıq hələ ki. Amma kütlərində, məsələn, Azərbaycanı istəyirlər. Əskərlər, yəni cavan oğlandır, 20 yaşında istəyibdir. Qutarıb da əskərliğin evə gələndə gəlib vurublar, rahatçılıqla öldürüblər.
Hə, amma biz bu xalqı deyiriksə, biz bu xalq həqiqətən mənəviyyatlı bir xalqıq. Amma və bizi tanıyanlar, bizi o zamandan tanıyanlar bu günə qədər əngəlləyiblər. Umud edirəm ki, bütöv Azərbaycan yaransın. Umud Amin. edirəm ki, o haqqımız olan, o Azərbaycan yaransın ki, artıq dünya ədalət nədir görsün, dünya böyüklük nədir görsün və Türkiyənin yanında və umud edirəm ki, Türkiyə də həqiqətən haqqı nahaqqdan düzgün ayırsın. Türkiyə böyük dövlətdir, siyasəti gözəldir, çox şükür. Yəni biz Türk dünyasının umududur, ürəyimizdir, başımızdır. Amma sadəcə müsəlmançılıqla haqqı nahaqqa qatmasınlar. Biz İsrailin tərəfdarı filan deyirik. Amma bir axı bir haqq da vardı. İçəridə olayı düzgün analiz eləsinlər və düzgün danışsınlar. Bir günlərim əgər Sepahın başçıları ölürsə, onlar 1500 qızın, oğlanların cavan 19 yaşındaların qatilləridirlər, ölürlər və bu gün analar ax canım deyir, evim geçsin amma artıq bu zalimlər də geçsin deyir məsələn və bunu başqaları da görsün. Sadəcə bir dənə raket İrana göndərdi, məsələn 5 dənə sivil öldürdü, ondan toy tutmasınlar. Mən bu ürək dərdidir deyirəm, bəlkə də yeri dəyir, üzr istəyirəm öz proqramda. Amma həqiqətlər budur. Biraz da yəni görsünlər ya, bizim işimiz yox, biz İsraili. Amma İsrail gənə Azərbaycan, Ermənistanın yanında Azərbaycanın durdu və İran nə işlər gördü? Məyər ordunu çəkmədi Arazın qırağına? İran məyər Nurduz tərəfindən nə qədər Ermənistana silah sursat göndərdi? Və bunları biz xalqımız görür, bunu başqaları da görsün. Biz özümüzü düşünməliyik. Artıq inşallah böyük Azərbaycan olmağa gedirik və mən buna inanıram ki, artıq bütün Azərbaycan yaranacaqdır. Umud edirəm inşallah. İnşallah. Və həqiqətən çox gözəl bir proqram oldu. Sonda düzdür, biraz sarı tellərə toxunduq. Sonda izləyicilərimizə, bizi izləyənlərə son sözünüzü də söyləyin və verilişimizi, proqramımızı bitirək. Buyurun. Vallahi nə deyim, yəni şeirim var idi, belə danışanda biz o qədər gərginləşəm ki, öz şeirlərimi unudaram mən. Buyurun, varsa buyurun deyin, ondan da sağollaşaq. Buyurun. Bir dənə şeir idi, sonu budur ki, var yoxum qurban olsun adına Azərbaycan. Düzdür. Sağ olun, Allah razı olsun. Yaşayaq. Bizi izləyənlərə, bütün dünyada olan türklərə, dünyada olan türk dövlətlərinə son sözünüzü də sağollaşmanızı da edin, bitirək proqramımızı. Buyurun. Bütün türk dünyası birləşməsi gərəkir və birləşir də, bu yola gedir də. Yəni, umud edirəm ki, birləşmə yolundan heç bir yerdə artıq cayma olmasın. Çünki bunu haqq edirik. Biz tarixlər yazan millətik. Tarixlər pozan millətik, xalqıq. Və bu da ittihadla olacaqdır. Biz hamımıza bir vəzifə qoyaq. Biz önəmli deyil görək. Amma bizim nəslilərimiz sabah görsün və biz böyük bir haqq etdiyimiz o dünyada ədaləti biz gətirək. Mən umud edirəm ki, bu da olacaq. Güvənirik gündən günə, çünki elə digital dünyası, elə gəlişdikcə o həqiqətləri özü çıxadır üzə. Bizim nə olduğumuzu da üzə çıxadır, şükürlər olsun. Sizdən təşəkkür edirəm, bizi izləyən əziz dostlarımızdan təşəkkür edirəm və gün o gün olsun ki, inşallah bərabər Təbrizdə proqramı düzəldək. İnşallah. Biz təşəkkür edirik ki, vaxtınızı ayırdınız, bizimlə bu gözəl proqrama qatıldınız. Var olun, uğurlar sizə də işlərinizdə. Bu gözəl, uğurlu yolda sizə həqiqətən də uğurlar. Var olasınız. Axşamınız xeyirli olsun. Sağ olasınız. Sağ olun. Sağ olun əziz izləyicilər. Gələn görüşlərə dək.